İsmayıllı Su Meliorasiya Sistemləri İstismar İdarəsinin balansında olan çay və kanalların istismarı, saxlanılması və suvarma sistemlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə geniş həcmli təmir bərpa işləri həyata keçirilir. Kanalların ötürücülük qabiliyyətinin artırılması, su itkilərinin azaldılması və suvarma suyunun fasiləsiz çatdırılması istiqamətində kanalların lil və kol-kosdan təmizlənməsi işləri aparılır. Suvarma mövzusuna tam hazırlıq işləri gedir. Keçən illərin 315 min kubmetr həcmində işlər görülüb, 130 kilometr uzunluğunda kanallarımız ildən təmizlənmişdir. Hal-hazırda suvarma mövzusunda elə bir çətinliyimiz yoxdur, işlərimiz davam edir. Bundan başqa sel və daşqın təhlükəsinin azaldılması məqsədi ilə çay məcralarının təmizlənməsi işləri də icra olunur. Bu çərçivədə 51 kilometr uzunluğunda çay sahəsi təmizlənib. Həmçinin növ kanalların 600 metr hissəsində təmir işləri aparılıb. Bundan əlavə 19 metr uzunluğunda boru kəmərlərində, eləcə də 4000 metr magistral beton kanallarda cari təmir işləri həyata keçirilib. Su itkilərinin qarşısı alınıb. 2 ədəd nasos stansiyası isə cari təmir olunub. Tazıstan çayda 1350 kubmetr təmir hesabına daş beton bərni işi görülüb. Baskal kəndində, Baskal çayı üzərində 200 kubmetr cari təmir işi görülüb. Hal-hazırda da çaylarımızda sel sularına qarşı mübarizə gedir. Rayon dağlıq ərazi olduğuna görə yaz mövsümündə çaylarımızda güclü su olur. Bunun qarşısını almaqdan ötəri qabaqlayıcı tədbirlər görürük. Bütün çaylarımızda sahil mühafizə bəndləri işi gedir. Qeyd edək ki, bəzi çətin keçilən ərazilərdə mexaniki texnikanın tətbiqinin mümkün olmadığı hallarda əl ilə lildən təmizləmə işləri aparılıb. Bundan yanaşı su təminatında mühüm rol oynayan 40 ədəd subarteziyan quyusunda cari təmir işləri görülüb.